nümayəndəsinin öz nəsli qarşısında belə bir şərhli disiplini yenitilməsi bizim yeni cəmiyyətimiz üçün, yeni nəsillərimiz üçün çox ibrətamiz bir nümunədir, çox yaxşı bir örnəkdir. Bugünkü kitabda Dilara Nayivanın, Ağamsa Nayivanın bütün Azərbaycanda, bütün Bakıdakı fikirləri haqqında çox sənədli, sübutlu, dəlilli faktları, fotoları, informasiyaları nəşr tanımışdır. Bu kitab özü də böyük sallanmadır. Ben düşünüyorum ki Dilara Nayivan öz hayatı da bir sallanmadır. Sallanmadır, o öz ömrünü çok şərbi misiyə, bu nəslin şəcərəsini və xidmətlərini öyrənməsinə həs etmişdir. Ona görə biz özümüzə borcluyuz ki, bu binada yerləşən akademiyanın rəyasət heyətində, akademiya özünə borcluyuz ki, həmişə Ağamsa Nayivi yaxşı mənada xatırlasın, hürmət və ehtiramla yad eləsin və onun xatirəsini, onun dərslərini, onun qiymətlərini daim yeni nəsillərə çatdırsın. Bu cəhətdən Dilara Nayivanla akademiya arasında bir həmrəylik var, biz bərabər bu tərəfdən keçirik, böyük onlardan biridir. Uğurlu arzuyorum ben. Ben bu söyleyeceğim ki, bir muzey düzenleyim akademiyada, 80 illiğin tədbirlərinin yolunda, müzeydə bu binanın mimari Falyak Plasko'nun da şəkilləri var. Onun imza attığı digər binaların da şəkillərini əldə edilmişik. Bir zamanda Ağamsa Nayiv oğlu ilə bərabər şəkil çəkmiş. İlk səfəri. Şəkil müəlliflər bizim akademiyanın əməkdaşı, sənətşünaslıq, üzrə fəlsəfə doktoru Aynur Həşimovadır. Müzeyimizdə bu göstəri yeridir. Artıq yer tutub, yeri bəllidir. Biz Aynur Həşimova'da biletlarını dedik. Eyni zamanda Plasko'nun da şəklini, fotolarını şıklar denemişik. O da müzeyimizin yeri tanıdır. Güzel bir yer görünüyor ama onun üstüne böyle boyun gözü kalsın. Tedbirimiz açık önemliydi. Sizlerden sağ olun, uğurlar olsun. Faaliyetiniz ilmi cəhətdən dəyməlidir. Tapdıqlarını, müzət şartlarını, yazdıqlarını, sənətlər, məlumatlar, şəkillər, rəsimlər, hamısı Azərbaycan tarix elmi üçündə, geniş Azərbaycan ictimai elmlər üçündə, humanitar elmlər üçündə yaxşı qaynaqdır, mükəmməl mənbədir, etibarlı mənbədir. Siz bundan həm böyük nəslə xidmət edirsiniz, həm də elmə xidmət edirsiniz. Sizdən sağ olun. Bugün 4 tədbirdə iştirak edilməliyəm. Özünə borc dedim ki, ne olsun buraya gəlib iştirak edeyim. Bizə də ötən mən xahiş edəcəm. Akademik Nərgiz Axundova bizim məclisimiz lazımdır. Sağ olun, uğurlar verin. Hörmətli tədbir iştirakçıları, bizdə burada proqram üzrə 2 məruzə var. Birinci məruzə Amir Abbasqulova Bakıxanovanla Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Profesör Hacı Mərdum Həsənovdur. Buyurun, Hacı Mərdum, dinləyirsiniz. Hər biri bu gözəl məkanda Dilara Nayivanın Musayevanın nəsli ilə, şəcərəsi ilə bilavasitə bağlı olan bu gözəl binada salınmamaqdan böyük bəxtiyarlıq duyduğunu bildirilən Dilara xanımı mən hardasa bir 20 ilə yaxın tanıyıram. Dilara xanımın babasını isə şəxsən tanımasam da babasında bir 50 il tanışdım. Dilara xanımın babası Ağamsa Nayiv 19-cu əsrin son sürüsü və 20-ci əsrin ilk rübündə Azərbaycanın təkcə sosial-iqtisadi yox, həm də ictimai, siyasi, mənəvi, mədəni həyatında çox dərin iz buraxmış tək simalardır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Kuzey Azərbaycanda baş verən
çok derin ictimai, siyasi, sosyal medeni proseslerin arkasında duran kuvvelerin içerisinde Azerbaycan'ın həmin dövrdə formalaşmış sənayecilərinin, biznesmenlərin ilişkiləri isə çox böyük olmalıdır. Biz hamımız 19-cu əsrin son sürüşündə Azərbaycan cəmiyyətində, Şimali Azərbaycan cəmiyyətində baş verən çox tərəfli hadisələr haqqında çox eşitmişik, görmüşük, oxumuşuk. Ama çok təəssüflər olsun ki, uzun Sovet İmperiyasının mevcutluğunu təxminən 70 ərzində bu proseslərin arkasında duran güclərin kimlər olması barəsində demək olar ki, uzun müddət işləməkdir. Çox təəssüflər olsun ki, Bakının bugünkü simasının da bəzəyi sayılan bir sıra binaların tikilməsində, Bakının bugünkü durumunda mühüm rol oynayan ictimai müəssisələrini, su kəmərlərini, dəmir yollarını və sair çəkilməsində çox mühüm rol oynamış adamlar barəsində bizə nəinki məlumat verilməmiş, nəinki məlumat çatmasını inanılmış, hətta bunun qarşısını alaraq məqsədə yolunmuş şəkildə izlənmiş. Mən 80-ci illərin ortaları, xüsusən ikinci yarısında Akademiyanın əsas binasının tarih üstünün 6. metrin koridorunda rəhmətlik Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın koridorda gəzə-gəzə kora, demək olar ki, kör gözləri görməyən, çox belə bir acı-ocaqlı simada, paltarda olan xanımın koridorda gəzə-gəzə çıqıra-çıqıra mənim atam xalq düşmanı olmaz, mənim atam xalq üçün çalışıb çığıran qadının o cavab gəlməyən ümidsiz müraciətlərinin şahidi olur. Həmin adamların, Hacı Zeynalabdin Tağıyevdən yan-yana duran adamlardan biri də Ağamısa Nağıyev. Çox qəribə bir təsadüfdür deyil, qanunluq deyil. O dövrdə Azərbaycanın sənayesinin, iqtisadiyyatının siması olan adamların çox böyük əksəriyyəti sadə, zəhmətkeş adamlar sırasında düşmüş. Hacı Zeynalabdin Tağıyev Çinində palçıq tabaqlarına daşımış. Ağamısa Nağıyevin atası samançı olmuşdur. Ağamısa Nağıyevin bu binalarında olan Venzel'deki Venzel'in əsasını təşkil edən rəsm nədir? Hambal talanıdır. Dilara xanım öz kitablarının birində hambal talan yazmayıb, başqa söz yazıbdır, biraz yumuşaldı. Amma həmin talanı mənə 1992-ci ildə Tehranın bazarında rəhmətli akademik Temur Günətov göstərdi ki, o bax, hambal talanı budur. Tağıyevin başının üstüne açtığı talan budur. Nağıyevin benzerinde olan talan budur. Yani milyonlara sahip olsa da özünün kökünü unutmamış, öz kökünün adının ifadesi olan benzerine belə kəstirməyə, yapıştırmağı özünə böyük şərəf duymuş. Ağamısa Nağıyev 20-ci əsrin əvvəlində Azərbaycan sənayecilərinin, Azərbaycan sərmayədarları içərisində birinci üçüşdə duran ve birinci yeri tanıyadı. Çünkü 1896-cı ildə rəhmətli Tağıyev özünün neft işini İngilizlərə satdıktan sonra o götürdüğü qazancı doğrudan da milletin xeyrinə çox səmərə şəkildə istifadə etdikten sonra sahibkarlar içərisində ən müvəqqə, ən böyük sərmayə malik olan adam məhz Ağamısa Nağıyev. Ağamısa Nağıyev öz zəhmətiyle, öz ağlıyla, öz fərasətiyle kazanmıştı bu milyonları. Həmin milyonları şəhərinin, doğma vətəninin inkişafına sərf etmək yolunda elə adımlar atmıştı ki, onu saymakla tutarmaq olmadı. Həmçə Dilara xanım bizdə söhbətimizə deyir ki, babam deyirdi ki, mən 100 bina düşüb 100 yıl yaşayacağım. Ama onu 98 istirməyənlər. Amma necə bina var?
Hal-hazırda Bakıda minlərlə, 10 minlərlə binalar var. Amma yenə də Bakı memarlığının indisi şahısları bu indi içərisində olduğumuz bina olaraq qalmaqdadır. Təxminən 6 il ərzində tikilən o zamanki dünya memarlığının, mən deyirəm ki, Avropa memarlığı o zamanda dünya memarlığının şahıydı, ən öncül hissəsidir. Dünya memarlığının ən gözəl nümunələri əsasında hazırlanan və son dərəcə diqqətlə tikilən bu bina başı durduqca, Azərbaycan xalqı durduqca gəlmiş duracaq və Musa Əliyevin adını nəsillərdən nəsillərə daşıyacaq. Musa Əliyev haqqında mən ətraflı danışmaq fikrində deyiləm, burada mənim istedadlı və hörmətli tələbəm Talib bəy bu arada ətraflı danışacaqdır. Mən Musa Əliyev nəslinin davamçısı olan Dilara xanım haqqında bir neçə kəlmə demək istəyirəm. Səhvələrimizə Dilara xanım nəsə bizə də qədər sataşın, onun səsə 5 yaşı ola bilməz, mümkün olan şey. Məncə 5-8 yerin dəyişsə olur. Amma mən istərdim ki, bizim qadınlarımız yox elə, kişilərimizin hamısında da Dilara xanımın malik olduğu inat, məqsədyönümlülük, işgüzarlıq, yorulmazlıq, onun bir hissəsi elə məndə də olardı. Elə məndə də olardı. Düşünün, peşə sarıdan tarixçi olmayan adam, peşə sarıdan tarixçi olmayan iki ayrı təsir bir konu var. Həm sənətşünasdır, həm iqtisadçı. Hətta politolog dedim buna. Tarixçi deyil, amma kısa bir müddət ərzində təxminən bu tarixə baş qoşduğu 15-20 il ərzində elə bir tarixçiyə çevrilmişdi ki, onun adı çok belə geçsə, məncə Guinness rekorlar kitabına düşəcək. Çünki təxminən 2006-cı ildən bugünə qədər 19 il ərzində 10 kitab yazıb ortaya qoymaq, 5 böyük layihənin rəhbəri olmaq, 6 sənətin film çəkmək. Yəni ki, bir vaxt var ki, Dilara xanım mənə bir arada cavan, buna yazacaq, o tədbirə gəl, Hacımal o tədbirə gəl. İnşallah biraz yazılı gəlib buraya düşəndə o qədər tədbirə. Amma maşallah Dilara xanım ölkənin təkcə mədəni həyatında yox, mənəvi həyatında yorulmadan çalışır. Azərbaycan həqiqətlərinin təkcə Azərbaycanda yox, artıq dünya platformalarında təbliğ edilir. Onun Türkiyədəki çıxışları, Türkiyədə ərədə keçib tədbirləri, onun 2016-cı ildə baş vermiş Aprel döyüşləri barəsindəki layihəni necə səliqə ilə hazırlanması, onun necə təbliğ etməsi, müxtəlif kütləvi informasiya vasitələrində cəmaata çatdırması, beynəlxalq aləmə çatdırması baxımından Dilara xanımın gördükləri, həyata keçirdikləri tədbirlərin, işlərin qiymətini vermək son dərəcə çətindir. Dilara xanım çox əslində Dilara xanım məndən tarixçisi Səid Ərimizi tanış eləmişdi. Ona qədər bilsəm biz Can Bakı verisində bir qədər rastlaşmışıq səhvlərdə. Can Bakı verisində rastlaşıb bir qədər belə düşməzə söhbətimiz oldu. Musa Əliyevin varidatının nəqlələri haqqında Dilara xanım təxminən 500-600 milyonluq bir qiymətdən danışırdı. Mən Dilara xanım deyiş yolunda da 1900-də bütün Hüseyin Birəsin dövlət büdcəsinin qiyməti 1,7 milyard manatdır. 13-cü ilə Hüseyin Birəsin ən müddətli sağında bu rəqəm təxminən 2 ilə baxıb 4 milyard manata çatmışdır. Onu belə bir olan şəraitdə təkcə Musa Əliyevin varidatının nüfus imperiya büdcəsinin təxminən 6'da 7'də 1'dən beraber oladığında sonra oradan məxrəcə gəldi ki, yox, belə deyil, doğrudan da Dilara xanım biraz o müsəlman təəssübkeşliyinin tərsi altında bir qədər bir rəqəm vermişdi, amma hər halda o rəqəmi ortaya qoymağı Musa Əliyevin Azərbaycan iqtisadiyyatında, Azərbaycanın mədəni, sosial, ictimai həyatında oynadığı rolu qabartması və babasının sahibkarlıq və xeyriyyəçilik fəaliyyətinin öz tədqiqat mövzusu seçilməsi hər adama nəsib olan bir şeydir. Çünki biz Türk müsəlmanlarımızda tarixi yaradıq, amma yazmır. Məsələ burasındadır ki, həmin adamların tarihinin, fəaliyyətinin öyrənilməsi üçün mənbələrin kəşfatlığı bugündən bizim əl-qolumuzu bağlayan əsas maniyalardan biridir. O cümlədən də kapital
aləminin simalarına qarşı düşmən mövqeyi tutan Sovetlər cəmiyyətində bu mənbələrin, bu qaynaqların, bu məlumatların məxsus şəkildə gizlədilməsi, məhv edilməsi fonunda həmin adamların ictimai, siyasi, iqtisadi fəaliyyəti barəsində nəsə bir mükəmməl bir əsər yazıb ortaya qoymaq kifayət qədər müşkül düşür. Amma Dilara xanım bütün bunlara baxmayaraq bu işe getdi və çox böyük çətinliklərlə rastlaşdı. Dilara xanımın işi səhvələmişsə bizim şöbədə 3 dəfə müzakirə oldu. Nədən Dilara xanım? 3 dəfə. İntihkar tarixçilərin qarşısında özü bizim şöbənin təvəccühündən bir qədər uzaq olsa da mərhum Əl-Söhbət Şimbasılar, Mahmud İsmailov, İsmail Həsənov və başqalarının o ruhunun, ədət ənənəsinin rəisləri yaşadığı şöbədə bu işi keçirmək, bu işi qəbul etdirmə hər oğlu işi deyil. Dilara xanım hər dəfə deyilən nöqsanları, deyilən qeydləri nəzərlə təzdən bu işlərin işin üstündə təkrar işləyərək onu yaxşı bir sədiyyət çatdırdı və uğurla da müdafiə edir. Uğurla da müdafiə edir. Dilara xanım mənim dissertatlarımın üstündə səhvələmişsə, ya 14-cü il yanında cəbirlər. İndi onların sayı təxmin 17-18 nəfərdir. Dilara xanım mənim ən cavan dissertantım olaraq olub, qalacaq da Allah'ın köməkliyi ilə. Mən akademiyamızın rəhbərliyi, mənim möhtərəm prezidentimiz, akademik rəhbərliyi, akademik bütün rəhbərliyinə Dilara xanımın nümayəndəsi olduğu nəslin tarixi irsinə münasibətdə göstərdikləri hörmətə görə təşəkkür edirəm. Bu zalda Dilara xanımın ikinci böyük tədbiridir, yaddaşmanı aldatmışsa, birinci tədbirlə Arif Məlim Həşkov aparır, yadınızdansa burada səhv eləmirəmsə Covid'dən qabaqki dövrüdür, böyük bir tədbiridir, yadına gəlmə həs olmuş ki, sabahın təqdimatı deyəsən, bu ikinci böyük tədbirdir. Bu Allah'a xoş gələn həm də bir səladır. Çünki bu kişinin qızının babası gözünün milyonlarını töküb bu gözəl binanı tutmuşlar. Bu gözəl binada onun xatirəsinə, onun irsinə, onun tarixinə həs olmuş tədbirlərin götürməsi nəinki elmi ictimaiyyət, ümumiyyətlə Azərbaycan ictimaiyyəti qarşısında təbliğatı xarakterə malik olan bir tədbirdir. Həmçinin bu bir növ, bir növ Allah'a xoş gələn bir tədbir. Dilara xanım, mən Allah Teala'dan sizə sağ ömür arzu edirəm. Mən Allah Teala'dan sizə bu nəslin tarixini bir qədər də gəlinizlə işləməyi arzu edirəm. Və hamınıza təşəkkür edirəm ki, mənim bir neçə dəqiqəli çıxışıma diqqətlə qulaq asdınız. Minnətlərim çox sağ olun. İştirakçıları, mən hamınızdan üzü istəyirəm. 12-də bizim İİS'də müdafiə edilmən aparmalıyam müdafiəni. Ona görə mən tərk eləməliyəm sizləri. Allah rəhmət eləsin, bir daha sübut olunur ki, el üçün görülən işlər tarix boyu yaşayır. Tarix boyu həm onun müəllifini yaşadır, həm də onun əsərləri Azərbaycan Bakı durduqca duracaq. Nesillərə böyük əlmaqan qoyub. Sağ olun, sağ olun. İndi biz ikinci məruzəni dinləyək. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəlsəfi, tarix üzrə fəlsəfə doktoru Ali Cəfərov, Neft Kralı Musa Nağıyev, Neftdən xeyriyyəçiliyə uzanan yol. Çok sağ olun, teşekkür ederim. Mənə də söz verildiyi üçün. Təbii ki, bu gözəl Bakımızın ən mərkəzi küçələrindən birində yerləşən Meşə Rəyasət Heyətinin binasında ilk dəfə olaraq çıxış etmək mənə də xoş olduğu üçün özümü bugün xoşbəxt hiss edirəm və eyni zamanda Azərbaycanın Bakı milyonçularından ən ünlülərindən biri olan Musa Nağıyevin tikdirdiyi və Bakının belə deyək ki, siması olan, memarlı siması olan İsmailiyyə binası təbii ki, bu baxımdan çox önəmlidir, çox diqqətə layiq bir əsərdir.
Mən də qeyd etmək istəyirəm ki, Asım müəllim bir çox mətləblərə toxundu, gözəl müəllimim və qeyd etdi ki, həmin dövrdə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Rusiya imperiyasında həyata keçirilən islahatlar təbii ki, Şimali Azərbaycanda da bir sıra dəyişikliklərlə həyata qalmışdır və xüsusilə 1872-ci ildə Bakıda neft sənayesində iltizam sisteminin ləğvindən sonra milli kapitalistlərin, bir sıra şəxslərin Bakıda neftli torpaqların müzakirəyə götürülməsi və onu belə deyək ki, istismara verilməsi ilə təbii ki, bir sıra yeniliklər baş vermiş oldu və bu neft torpaqlarından bir gün fantan vuran neft bir sıra şəxslərin taleyini bir dəfəlik dəyişmiş oldu və belə insanlardan biri də təbii ki, Aramusa Naveyev olmuşdu. Təbii ki, onun milli kapital nümayəndələrindən birinə çevrilməsi heç də asan başa gəlməmişdi. O, demək olar ki, həmin dövrdə deməli, çox şəxsi bir ailədə doğulub dünyaya gəlmişdir və qeyd etdi Hacı müəllim bu barədə. Demək istəyirəm ki, təbii ki, həmin dövrdə Bakıda neft bumu dövründə 200-dən çox neft şirkəti fəaliyyət göstərmişdir ki, 19-cu əsrin sonunda Bakı quberniyasında 167 neft sənaye müəssisəsindən 49-u Azərbaycanlılara məxsus idi və 1914-cü ilin arxив sənədlərinin verdiyi məlumatlardan da göründüyü kimi Azərbaycanda həmin dövrdə 58 sahibkarın ümumilikdə 83 firması mövcud idi. Və 1901-ci ildə Bakıda neft hasilatı təxminən 672 milyon poda çatmışdı ki, bu da dünya neft hasilatının yarıdan çoxuna, eyni zamanda Çar Rusiyasında isə neft hasilatının 95%-nə bərabər idi. Ümumiyyətlə, Aramusa Naveyev təbiət etibarilə çox zələn bir insan idi və 11 yaşından etibarən zəhmətə atılmışdır və bu ona çox böyük, belə deyək ki, gələcəkdə çox böyük xoşbəxtliklərlə müşahidə olunacaqdır. Təbii ki, o qəpik-qəpik pul yığdığı pulları Bakının Bibeybət ərazisindən torpaqlar almış və bu torpaqların qazıldığı zaman, su quyusu qazıldığı zaman neft pantan vurulmuşdur və bu təbii ki, Aramusa Naveyevin həyatında bir dönüş nöqtəsi çevrilmişdir və Naveyev özü gecə-gündüz bu quyunun ətrafında dolaşar, öz fəhlələrini bu işə cəlb edər və onlara dinsizlik verməzdir. Bu fantan hambalının neft sənayesi Aramusa Naveyev çevirir və artıq onun 1879-cu ildə, yəni 30 yaşında olarkən 30.000 rubulluq əmlakı mövcud edir. Mən sizə qeyd etmək istəyirəm ki, o 2.000 rubulla bu işə başlamışdı və artıq onun 30 yaşı olanda, yəni 1879-cu ildə 30.000 rubul əmlaka malik idi. Və o bir yerdə dayanmamış, Bibeybətlə yanaşı Azərbaycanın bir çox yerlərində, eyni zamanda deməli, Suraxanı, Ramana, Sabunçu kəndlərində neft mədənlərini alır və onları öz belə deyək də sərmayəsinə çevirir və 45 məhsullar həm də texniki baxımdan yaxşı təchiz edilmiş quyuya malik olmuşdur. Onlardan 800-dən artıq quyularda o zaman fəhlələr çalışırdı və uğurun əldə edilməsində şirkətin müdiri, istedadlı Azərbaycanlı mühəndis Fətullah bəy Rüstəmbəyovun və rəhbəri mühəndis geolog Hüseyin xan Talışxanovun bu işdə böyük rol olmuşdur. Yəni, Aramusa Naveyev-dən bax, bu iki şəxs onun həyatında misilsiz rol oynamışdır. Təbii ki, 1900-cü ildə onun firması təxminən 7-8 milyon pul neft hasil etmişdir. Lakin ikisi firmalardan satın almalar hesabına onun zavodu hər il 15 milyon puda yaxın xam neft istehsal edildi. Artıq 1908-ci ildə Aramusa Naveyev 12 milyon 328.330 pul xam neft hasil edərək rekord səviyyədə öz hasilatını qaldırmışdır. 5 il ərzində, yəni 1913-cü ildə isə onun müəssisələri artıq ən iri Azərbaycan şirkətlərinin ilk onluğuna daxil edilmiş, müxtəlif illərdə 6-cı və 7-ci sıralara yüksəlmişdir. 1907-ci ildə ona məxsus olan müəssisələr arasında əsas kapitalı 10 milyon rubl təşkil edən Musa Naveyev adlı səhmdar neft sənayesi və ticarət cəmiyyəti yaradılmışdır və 1898-ci ildə Aramusa Naveyevin əmlakının dəyəri birdən-birə 334.560 rubl təşkil etmişdir. Təbii ki, bu xatirələrdə Fərəz Naveyevin, yəni Rəhman atasının xatirələrində də qeyd olunur ki, onun ümumi varidatının məbləği 1918-ci ildə 413 milyon rubl təşkil etmişdir ki, bu o dövrdə çox böyük bir katastrofiya rəqəm hesab olunurdu və bu pulların böyük əksəriyyəti dünya banklarının, belə deyək, dünyanın ən iri
banklarında yəni yatırılmışdır. Rus rublunun alıcılıq dövriyyəsinin o dövrdə yüksək olduğu bir dövrdə öz atasının tövsiyəsinə uyğun olaraq Ağamuşan Ağayev öz vəsaitini daşınmaz əmlaka yatırmışdır. Və 1906-cı ildə Bakıda balıq sənayesinin inkişafında Ağamuşan Ağayevin böyük rolu olmuşdur. Balıq vətəgələri üzrə hər razıda külli miqdarda kapital sərmayə qoymaqla o iri vətəgələrin xeyli hissəsini ələ keçirmişdir. Türk balıq sənayesində çoxluq təşkil edən balıq vətəgələri də ona məxsus olmuşdur. Və 1909-cu ildə Azərbaycan Balıq Sənaye Cəmiyyətini təsis etmişdir. Ağamuşan Ağayev 49 yaşındaykən artıq Bakı neftinin məşhur milyonçusuna çevrilmişdir. Neftdən əldə etdiyi gəlirin xeyli hissəsini millətin tərəqqisinə sərf edir. Gotik üsuldakı İsmailiyyə binasını oğlu İsmailin xatirəsinə tikdirmişdir. Onun tikdirdiyi binaların sayını haqqında bəyaları Hacı müəllim doğru düzgün qeyd etdi ki, 98 bina tikdirmişdir. Bu 98 binanın səhv etmirəmsə 41 binası bugün inzibati və dövlət əhəmiyyətli obyektlər hesab olunur. Onlardan da biri Akademiya Rəyasət Heyətinin möhtəşəm binasıdır və bundan başqa onun demək olar ki, köhnə mərkəzi boşluq binası, Səmədoğlu küçəsində qış klubu, indiki zabitlər evi, Astoria və Yeni Avropa mehmanxanaları, Bakının digər gözəl və əzəmətli binaları Müson Ağayevin vəsaitləri hesabına tikilmişdir. Bəlkə də Bakını bugün bu gözəl şəhərə çevirən şəxslərdən birincisi elə Ağamuşan Ağayev olmuşdur. Təbii ki, o dövrdə Azərbaycanın 11 Bakı milyonçusu olmuşdur və bunların hər biri təbii ki, Azərbaycan tarixində çox silinməz izlərə, ümumiyyətlə xatirələrdə daim əbədi yerlərdən birini tutmuşdur. Təbii ki, deməli, onlardan da biri İsa bəy Hacınsıq olmuşdur ki, onun da bu nəticəsi burada əyləşmişdir. Yəni, o milyonçuların hər birinin xatirəsi bizim üçün əzizdir və mən çox Dilarə xanımı təqdir edirəm ki, Ağamuşan Ağayevin onun fəaliyyətini, belə deyək, həm sahibkarlıq fəaliyyətini, eyni zamanda onun neft sənayesindəki gördüyü işləri, maarifçilik sayəsində həyata keçirdiyi tədbirləri elmi tədqiqata cəlb etmişdir və bu şəxslərin həyatı və onların fəaliyyəti mən hesab edirəm ki, həmişə tədqiq olunmalıdır, yeni faktlar üzə çıxarılmalıdır və hətta gələcəkdə bu ali məktəblərdə hər hansı Bakı milyonçularına bağlı hər hansı bir belə deyək də seçmə dərslərinin keçirilməsinə də deməli imkan vermək lazımdır. O dövrdə qeyd etmək istəyirəm ki, Ağamuşan Ağayev deməli, ən böyük fəaliyyətindən biri Bakıya şollar suyunun çəkilməsindən bağlı deməli, Dumada keçirilən seçkiləri, Dumada o məsələ müzakirə olunarkən onun israrla böyük bu şollar suyunun Bakıya çəkilməsinin vacib olduğunu bildirmiş və xüsusilə o dövrdə bilirsiniz ki, Hacı Zeynalabdin Tağıyevlə Ağamuşan Ağayevin həm yaxınlıq baxımından, həm Bakının qurulması baxımından iki şəxs xüsusilə fərqlənirdi və bu şəxslər Bakıya neft şollar suyunun çəkilməsində deməli, təşəbbüs göstərmişlər. Hətta qeyd etmək istəyirəm ki, 30 milyon manatın 75%-ni, belə demək mümkündürsə, Ağamuşan Ağayev maliyyələşdirmişdir. Yerdə qalan hissəsini isə Hacı Zeynalabdin Tağıyev və digər milyonçular özlərinə götürmüşdür. Təbii ki, biz bu günləri oturduğumuz bina Bakının incisi olduğunu qeyd etdik və bu iş o vaxtı təbii ki, o dövrün görkəmli Polşalı memarı Ploşkoya tapşırılmışdı və onu xüsusilə həmin dövrdə Ağamuşan Ağayev İtaliyaya göndərmişdi. Ploşko isə Venesiyadakı deməli Palacio Cantaria sarayını təklif etmişdi və 1907-ci ildə Ağayev İsmailiyyə adlandırılan sarayın layihəsini bəyənib təsdiqləmişdir və sonra tikinti işlərinə başlanmışdı və bu bina öz gözəlliyi ilə Bakının bütün imarətlərini kölgədə qoymuşdur. Deməli, burada xüsusilə bəyalar qeyd etdiyi naxışlardan Samim qeyd etdi ki, bu çox böyük belə deyək, borokko naxışları ilə bəzədilmiş. Eyni zamanda həmin dövrdə o ulduzların yerində isə Quran ayələri öz əksini tapmışdı. Sonra Sovetlər Birliyi dövründə həmin o Quran ayələrinin yerində ulduzlar, o ləğv edilmiş ulduzlar, 5 ulduzlar qoyulmuşdur və bu da sözü ki, milli ornamentləri itirmək, İslam dininə aid o müəyyən şüarların
insanların ağda götürülməsi, insanların bundan kənarlaşdırılmasına sövq etmişdir. Boşqun sözlərinə görə Bakının mərkəzində milli alametlərlə bəzədilmiş bir binanın layihələndirilməsi onun həyatında ən böyük arzusu olub. O, bu arzunu İsmailiyyə binası ilə həyata keçirmişdir. Hazırda bu bina təbii ki, Milli Elm Mərkəzi Məsələn Rəyasət Heyətinin binası hesab olunmuşdur. Ağamsan Ağayevin fəaliyyətinin ən mühüm mərhələsi maarifçilik mərhələsi hesab olunmuşdur ki, 20-ci yüzilliyin ilk 10 illiyində Bakıda maarifçi və xeyriyyəçi cəmiyyətlərin fəaliyyəti aktivləşmişdir və bu, hansısa bir vaxt müsəlman xeyriyyə və mədəni mərkəzinin yaradılmasına tələb edirdi. İsmailiyyə belə bir mərkəzə çevrilmişdi, onun zallarında nəşr-i maarif, o zaman bilirsiniz ki, müsəlman xeyriyyə cəmiyyəti mövcud idi və bu cəmiyyət tərəfindən burada hər günlər çay süfrələri təşkil olunmuşdu və bu çay süfrələri arxasında Bakının o dövrün tanınmış ziyalıları bura toplaşır, bu binaya toplaşır və burada ölkənin siyasi taleyi, gələcək hadisələrlə bağlı qızğın müzakirələr gedirdi. Bir növ bura sanki həmin dövr insanların bir məbədgahına o zaman çevrilmişdi. Zaman keçdikcə burada siyasi, ictimai müzakirələr, siyasi müzakirələrə çevrilməyə başlamışdı və qeyd edək ki, 1917-ci il aprel ayının 26-sında bu binada xalq müəllimlərinin iştirakı ilə tələbə konferansları keçirilmişdir. Təbii ki, bu binanın taleyi çox sonradan müəmmalı oldu ki, o dövrdə erməni Birləşmiş Qüvvələri Bakıda 1918-ci il mart qırğınlarını törədərkən əsasən qırğınlar farklı küçələrdə baş vermişdir və bu deməli bu dağıdılan binalardan da biri bu əzəmətli bina olmuşdur və təbii ki, sonraki dövrlərdə əzəmətli bina öz görkəminə qaytarılmışdır və bu da təbii ki, çox gözəl bir hadisə olmuşdur. Deyilənə görə binanın dağıdılmasında əsas məqsəd isə İtaliyada olan Venesiya qotikasını məhv etməklə bərabər binanın zirzəmisində təbii ki, saxlanılan qiymətli mənbələr, arxiv sənədləri, eyni zamanda binanın özülündə güya Ağamsan Nağıyevə məxsus olan qızıl, belə deyək də, qızılı olması idi. Təbii ki, bu bina onun, belə deyək ki, oğlu İsmailin xatirəsinə tikilmişdir və təbii ki, bu bina bugün və gələcək nəsillər üçün çox gözəl bir nümunə olaraq qalacaqdır. Ağamsan Ağayev binalarını Qasımov qardaşları və Kaş şirkəti tikdirirdi. Bir binanın tikintisi qurtarmamış digərinin özü atılırdı və özü atılırdı və bu miqyasda inşaat işlərində Hacı Zeynalabdin Tağıyev, Ağamsan Ağayev Hacı Zeynalabdin Tağıyevi ötüb keçmişdir. Ağamsan Ağayevin kapitalından ancaq bina tikintisində deyil, eyni zamanda dövrün girdabında boğulan xalqın maariflənməsinə, onun mədəniyyət səviyyəsinin yüksəldilməsinə sərf etmişdir. Bakı milyonçusu kapitalına və tikdirdiyi binaların sayına görə Bakı milyonçuları arasında birinci yerdə gedirdi. Məhz bu keyfiyyətlərinə görə Çar II. Nikolay tərəfindən Ağamsan Ağayev neft kralı adlandırılmışdır. Savadsızlığın hökm sürdüyü bir dövrdə gənclərin maariflənməsinə xüsusi diqqət yetirən Ağamusa uzun müddət yarımçıq qalmış Riayni məktəbini, indiki Dövlət İqtisad Universitetinin binasının tikintisini başa çatdırmaqla bərabər burada məktəbə qədər sinifin yaranmasına nail olur. Ağamusa Ağayev bu müəssisəyə nümayəndalıq etməklə həmçinin 25 müsəlman qızının təhsil haqqını da ödəməyə öz öhdəsinə götürmüşdür. Siz bilirsiniz ki, o dövrdə Bakı qoçuları qızların təhsil almasına müxtəlif səbəblərdən mane olurlar, amma buna baxmayaraq təhsilləri olmayan həm Ağamsan Ağayev, həm Hacı Zeynalabdin Tağıyev Bakıda indi bu əlyazmalar institutu kimi fəaliyyət göstərən binanı tikdirmişdir 1899-1901-ci illərdə və Bakı Qızlar məktəbi olmuşdur və Bakıda ilk təhsil alan qızlar da məhz həmin məktəbdən deməli məzun olmuşlar. Təbii ki, ilin sonuna qədər məktəbdə təhsil alan qızların sayı ümumi təhsil alanların 50%-ni təşkil etmişdir. Baxın, bu özü böyük bir rəqəm deməkdir. Neft sənayesinin inkişafında Qaradənizdə 3 iri zavodun tikintisinə sərmayə qoyuluşunda, eləcə də qara qızılın hasilatı üçün yeni mexaniki üsulun tətbiqinə, eləcə də marifi olan bu qayğısına görə Ağamusan Ağayev 3-cü dərəcəli müqəddəs Stanislav ordeni və 1910-cu ildə isə Çar II. Nikolay tərəfindən Andreyev lenti ilə boğazdan asılan qızıl medalla tərtib olunmuşdur. Ağamusan Ağayev eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında da müstəsna rol oynamışdır. 1912-13-cü illərdə bilirsiniz ki, Osmanlı Balkan müharibələri aparırdı və Balkan müharibələri aparıldığı dövrdə Azərbaycandan göndərilən pulların yığılmasına birbaşa Ağamusan Ağayev sədr olduğu Cəmiyyət-i Xeyriyyənin böyük rolu olmuşdur. Belə ki, Osmanlıya gələn Qızıl Aypara Cəmiyyətinə 9 dəfə edilən yardımın ümumi məbləği isə o dövrdə 884.683 quruş, yəni gümüş pulu ilə
ilə təşkil etmişdir. Bundan başqa Rus-Osmanlı müharibəsi zamanı Ərzurumda dağıdılmış məscidləri belində tapılmış, yandırılmış müqəddəs Qurani-Kərim kitabı satın alan Aramusan Ağayev onu qoruyub saxlamış və daha sonra Sultan 5-ci Mehmed Rəşada hədiyyə etmişdir. Bu nəcib əməlinə görə Osmanlı Sultanı 5-ci Mehmed Rəşad Aramusan Ağayevi Məcidi, yəni o dövrdə Osmanlı Sultanının ən ali ordeni olan Məcidi və Osmanlı nişanları ilə təltif etmişdir. O əldə etdiyi saysız hesabsız gəlirlərinin bir hissəsini millətin maariflənməsinə sərf etməklə yanaşı, eyni zamanda az yaşlı uşaqların deməli təhsilə cəlb olunmasına, başda 3-cü bir sinifli ibtidai məktəbin tikilməsinə yaxından dəstək vermiş, eyni zamanda həmin dövrdə deməli bir sıra deməli nəşr maarif cəmiyyətlərinin yaradılmasına dəstək vermişdir. Bakıda Ruhaniyyə cəmiyyətinin təşkilatçılarından olmuş, qısa müddət bu cəmiyyətin sədri vəzifəsində çalışmışdır. Deməli, nəşr maarif cəmiyyətinin də fəal üzvlərindən, onun maliyyəçilərdən biri olmuşdur. Nağıyevin Saadət, Nicat və digər xeyriyyə cəmiyyətlərinin yaradılmasında və maliyyələşdirilməsində, eləcə də yenicə meydana çıxmış Azərbaycan teatrının inkişafında da böyük rol olmuşdur. O maarifətlə yanaşı teatr sənətinin inkişafına da çox böyük, belə deyək də, himayə etmiş. Bir sıra tamaşaların səhnəyə qoyulmasında, belə deyək ki, özünün təşəbbüsü olmuşdur və təbii ki, yetim uşaqların təhsilə cəlb edilməsi, onların maariflənməsində Aramusan Ağayev xidmətləri sözsüz ki, tanınmazdır. 1898 Bakıda yetim uşaqlar üçün evin tikintisindən birbaşa o təşəbbüs göstərmişdir. Deməli, toplanmış pul azlıq təşkil etdiyindən təbii ki, o digər milyonçuları da bu işə cəlb etmiş, xüsusilə Şəmsə Əsədullayevin vəsaitlərindən yararlanmışdır və təbii ki, həmin dövrdə deməli, əsas figurlardan birinə çevrilən Aramusa Nağayev təbii ki, ömrünün axırlı yaşlarında deməli, belə demək mümkündürsə, o öz vəsaiti hesabına Bakıda 100 binanın tikilməsinə çalışsa da sözsüz ki, onun Nazım qeyd etdi 98 binasını tikdirmək müvəffəq oldu. Dilara xanım həmişə çıxışlarında qeyd edir ki, yəni Allah ömür versə, o imkanlar qayıtması, yəni xaricdəki o vəsaitlər deməli, Dilara xanım o varis kimi ona qaytarlarsa, o 2 binanın da tikilməsində iştirak edib, onun arzusunu gerçəkləşdirmək niyyətindədir. Təbii ki, biz ömür arzu edirik Dilara xanıma həm. Dilara xanım həm mənim qonşumdur, həm gözəl insandır, bizə tarih elə bəxş edib ki, biz konuşuruq və biz o tədbirlərində mən həmişə iştirak edirəm və bu məruzəni də mənə həval etdiyinə görə ona təşəkkürümü bildirirəm. Dilara xanım demək, çox böyük bir məsuliyyəti üzərində götürmüşdür və öz babasının mədəni irsini, onun quruculuq fəaliyyəti, maarifçilik həyatında oynadığı rolu bugün layiqincə təbliğ etmək, o irsi bütün Azərbaycana yanaşı zamanda Türk dünyasına tanıtdırmaq, təbii ki, işində uğurlar arzu edirəm. Təbii ki, Dilara xanım deməli, gördüyü işlər göz qabağındadır. O həmişə babasına çox yüksək qiymət vermişdir və qeyd edir ki, yəni o Aramusan Ağayev haqqında bildirir və həmişə də belə deyək ki, fikirlərində, kitablarında oxuyuram ki, o qeyd edir ki, o pulu toplamaq nə qədər çətindirsə, onu əldə saxlamaq və onu doğru düzgün işlərə yönəltmək təbii ki, hər şeydən çətindir və Aramusan Ağayevi bu baxımdan çox yüksək qiymətləndirir və bildirir ki, o təhsil olmasa da ancaq çox bacarıqlı insan olmuş və bu vəsaitlərdən Azərbaycan həyatına səmərəli istifadə etmişdir. Hətta onu deməli, kompütera bənzətmişdir. Yəni o necə o dəqiqliklə o işləri hesablanmış və təbii ki, bu işləri görə bilmişdir. Yeşimdə bildirmək istəyirəm ki, çıxışımın yeşimində bildirmək istəyirəm ki, Aramusa Nağayev kimi böyük tarixi şəxsiyyətlər Azərbaycan xalqının həyatında onun belə deyək ki, silinməz izlərdə xüsusi müstəsna rol oynayır və Aramusa Nağayev kimi digər 11 milyonçularımızın da talihi bizim üçün əzizdir və nə yaxşı ki, Dilara xanım kimi onun belə deyək ki, nəslinin şəcərəsinin davamçıları var, bu irsi tədqiq edirlər, araşdırırlar. Mən deyərdim ki, Hacı Zeynalabdin Tağıyev və Musa Nağayevdən başqa digər milyonçuların həyatının hələ biz o qədər də belə deyək ki, təbliğatını görmürük və inşallah da yəni gələcəkdə biz onların da tədqiq olunmasını istəyirik, arzu edirik. Uğurlar arzu edirəm sizin hər birinizə.
Gene araç derlerinizle benim istedadlı talabam Salih Bey'e teşekkür ediyorum. Basit, biliyorsun işte. Teşekkür ederim, güzel. Çok dolgun bir mevzu hazırlayıp teşekkür ederim. Onlar Şollar Bakı su kəməri haqqında balaca araşdırırız. Və məsuliyyətlə, tam məsuliyyətlə deyirəm ki, Şollar Bakı su kəmərinin çəkilişində nə Tağıyevin, nə də Ağamsar Nağıyevin pulları işlədilməyibdir. Bunu bir dəfəlik yadınızda saxlayın. O pullar heç birində yoxdur. Tağıyev 1896-da öz mevkisini satımında 5 milyona satdı. Cəmisi 5 milyona. Ondan da 400 bini saxladı, özündən arvadın hərəsinin adına 200 bini səhəm saxladı ki, İngilislərin təzə yaratmağı, o şirkətin direkt oturasını oldu. Şollar Bakı kəmərin çəkilişində ümumilikdə 36 milyondan çox pul xərclənir. 36 milyon yoldaşlar, 36 milyon. Bu çok büyük bir rakamdır. Bu pulu Bakı Şəhər Dumasının müraciəti ilə Rusya İmperiyası Daxili İşlər Nazirliyi, Rusya İmperiyası hökuməti müraciət edib 1907-ci ildə Londonda 27,5 milyon məbləğində səhm buraxılır. Onun 1 milyonu hansı şəhərə verilir, yanında deyil. 26,5 milyonu Bakı Şəhər İdarəsinə Upravaya verilir. O pul çatmıyor və üstündən bir neçə ay keçəndən sonra əlavə 10 milyon verilir. Alınıb 36,5 milyon. Bu barədə rəhmətli Vahid Xanaliyev, Böyük Bakı Sənaye Rayonu Şəhərçisi Allah ömrünüzün əzizə Ucaqova Kəmalə xanımın Bakı Şəhər Dumasının fəaliyyəti və Allah ömrünü uca eləsin, Talib müəllimin iş yoldaşı Cəfər Cəfərovun Bakı Şəhər Duması Azərbaycanlı deputatların fəaliyyəti haqqında 3 namizəti dissertasiyası var. Bu kişilərin Tağıyevindən işləri o qədər böyükdür ki. Elə təkcə gedib o şeylə getmə, bax, oradan bəri gələk, bax, Sovetdən buraya gələk, 2 dənə böyük bina bir kişinin də, Sədət Müslü bir də, bu 2 binanın qiyməti aslında durduqca dolacaqdır. Ona görə də Tağıyevin adına və yaxud Nağıyevin adına Bakı Şollar Bakı kəmərini kəsmək lazım deyil, yoldaşlar. Tarixi həqiqəti tərif etmək lazım deyil. Mən hər iki milyoneri, həm Tağıyevin, həm Nağıyevin xətirəsinə çox böyük hörmətlə yanaşıram. Çox böyük. Mən məqallarımda da görə bilərsiniz, müraciətində də görə bilərsiniz. Amma, gəlin, hər şey olduğu kimi deyil. O 400 milyonu sənin ixtiyarına bırakıram, amma Şollar Bakı su kəmərini çəkən Bakı Şəhər İdarəsinin hərçləridir, yoldaşlar. Avropada satdığımız aksiyalardır, oradan gəlibdir. Özdə 10 ilə çəkilir, 1917-ci ilin fevralında gəlib çıxıbdır. Lazım deyil. Çox xahiş edirəm, üzr istəyirəm ki, misal, əgər könlündə bir şey qalıbsa, deyə bilər. Çox istəyirəm, Əcməli, mən də bir vacib bir şeylə eləmək istəyirəm. Deməli, bildiyiniz kimi, mən İsa bəy Hacınski nəticəsiyəm və deməli, İsa bəyin atası Əbdülsalam bəy Hacınski Azərbaycanın Bakı Dumasının ilk millət vəkili olub. Yəni, Əbdülsalam bəy Hacınski, siz dediyiniz Kəmalə xanım Ocaqova, o yazır ki, 1878-ci ildə Duma yaradılanda 3 adamın adını çəkir. Biri Əbdülsalam bəy Hacınski, biri deməli Hacı Zeynalabdin Tağıyev, üçüncüsü dedi bilək yadından çıxıb, sadəcə 3 adamın adını çəkir. Və İsa bəy Hacınski bəli, elə 27-28 yaşından deməli millət vəkili olub da, belə deyək, Bakı Şəhər Dumasının üzvü. Və ömrünün sonuna qədər, yəni 59 yaş yaşayıb, onun sonuna qədər yəni millət vəkili olub. Bilirsiniz, mən onun Duma çıxışlarını əldə eləmişəm. Yəni arxiv sənədləri üzrə bütün o çıxışlarını onun əldə eləmişəm. Və o sizin sözlərinizi deyir ki, biz bunu kredit götürmüşük. Yəni kredit götürürlər bunlar.
Və orada bir çıxışda manço var idi. Belə bir deputat indi siz yəqin kitab vermişik var idi. Manço Quqasovla daimi o münaqişədə idi. Və o deyir ki, siz deyir, bugün buradasınız firmanın rəhbəri, sabah başqa. Amma o fəhlələrin pulunu biz ödəyəcəyik. Yəni, bax, belə o stenoqrammanı mən sizə də təqdim edə bilərəm. Bütün deməli var da, hə? Yəni, bütün stenoqramada orada gelir ki, neçə faiz onlar deməli dövlətdə ödəməlidirlər, neçə faiz deməli onlar Griffiths və Lindley, bəli, tağil gətizdirib Bakıya, İngiltərədən. Onda 25.000 qızıl verib. Almanya'da işləyirlər, ya Düsseldorf'da, onlar işləyirlər. Ola bilər. Amma elə yazılır ki, Griffiths və Lindley'e tağil gətizdirib. Amma ki, o bütün xərcini, yəni əlbəttə ki, orada tağilində, nağilində, İsəbəyində böyür olun. O özü deyir ki, biz fəhlələrin pulunu ödəyirik. Yəni, hansısa beyanələr eləyiblər sözsüz. Burada mümkün deyil ki, Musa Nağıyev burada vəsait xərcləməsin, ya da Hacı Zeynalabdin Tağıyev vəsait xərcləməsin. Mümkün deyil. Amma əsasını siz demişkən, onu Российская казна. Yox, Bakı şəhər Duması. Они взяли оттуда кредит. Onlar yox, onlar sən buraxdılar, şəhərin biz ödür. Ola bilər. Amma ki, elə yəni ki, o İsa bəyin çıxışını, yəni mən sizə təqdim edə bilərəm, çünki o köynə yazı ilandır. Mən onu öz kitabımda da vermişəm. Amma sizə mütləq onu göstərəcəm, çünki o birbaşa onun dilindəndir. Bilirsiniz, birbaşa onun dilindəndir və Dumada iclasda çıxışı zamanı bunlar deyilir. Ona görə mən sizə bunu mütləq təqdim edəcəm. Yəni, Bilərəm xanım oğullar arzu oluram, Allah min rəhmət eləsin bu sanatıyla. Amin. Çok sağ olun, maraqlı burada fikir mübadiləsi elədik. Çok sağ olun. İndi çıxırıq keçirik çıxışlara. Birinci sözü Jarıxan Əliyeva veririk. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, profesör, filologiya elmləri doktoru Jarıxan. Teşekkür ederim Nergis Hanım. Öncelikle Dare Hanım, Məhkəməsin iştirakçıları, mən hər birinizi öz növbəndə salamlayıram. Bugün çox əhəmiyyətli, çox dəyərli bir mövzu ətrafında toplaşmışıq. Bugün mədəniyyətimiz yaşayır, bugün tariximiz yaşayır və yaşadanlar sağ olsunlar deyirik, var olsunlar deyirik. Mənə qədər çıxış edən həm məruzəçilər, həm biraz əvvəl Akademiyanın prezidenti İsa müəllimin çıxışları, hər biri əlbəttə ki, bizim üçün yeni yola saldığımız ən yeni ötən əsr tariximizi yenidən səhifələmək və yenidən haqq və nahaq olan bütün deyək ki, nöqtələri bir daha xatırlamaq və xatırlatmaq baxımından çox əhəmiyyətli idi. Mən hər birinizə çox təşəkkür edirəm və biraz əvvəl Nergis xanım məni təqdim etdi. Mən burada sadəcə belə deyim ki, özüm olaraq iştirak etmirəm. Mən həm də bugün burada bu soykökə, Nağıyevlər ailəsinə, nəslinə çox yaxın olan və bir zamanlar uşaqlıqları birlikdə keçən Dare xanımın yaşıdı olan, rəfiqəsi olan mərhum Nurəngiz günü, böyük şairəmiz Nurəngiz günü təmsil edərək iştirak edirəm və ona görə də icazənizlə düşünürəm ki, mən də desəm az olar, çünki mən sadəcə o nəslin davamçısıyam. Amma o həqiqətləri görən, o həqiqətləri yaşayan, o həqiqətlərin acısını dadan bir ailənin nümayəndəsi kimi, nəslin nümayəndəsi kimi anamın qələmə aldığı bir zamanlar Nağıyevlərin gülmüsünən, çırpıntıları adlı yazısından, məqaləsindən izninizlə bir neçə hissəni sizin diqqətinizə çatdıracağım. Neft milyonçusu, neftin kralı, birinci dərəcəli tacir, Zolotaya Şeynaya medal na Andreyskaya Lensi və 3-cü dərəcəli Svetoy Stanislav fəxri orden və medal sahibinin mesenat xeyriyyəçi 98 bina tikdirən Musa Nağıyevin ən nəhəng milyonçunun ölümündən bu il
martın 4-də 87 il ötür haşiyeye çıxıb. Bu məqalə, bu yazı anam tərəfindən 2006-cı ildə qələmə alınıb. Onun ruhunun nigaran bir təşvişdə olacağı gündür. Bu il dönümünə sahmanladığım səhifələri ruhuna savab bilərək diqqətinizə çatdırıram. Aramsız zəng səsi ilə dəstəyi qaldırıram. Dilarə Nağıyevadır. Şöhrətli mesenat Aramson Nağıyevin nəvəsi. Uşaqlıqdan tanıdığım yaşıdım. Ümrəsi, ömür çırpıntılarından bələd olduğum nəcib bir xanım. Həyəcanlı danışır. Babam haqqında kitab hazırlayıram. İstəyirəm siz də qatılasınız. Axı, çox vacib səhifələr var sizin hafizənizdə Nağıyevlər barəsində. Lütfən yazın, deyir. Dilarəm, dedim. Səsim titrəməsin, mütləq yaddaşımı qazıyacaq və yazıya əyilirəm. Dərin oyanışda əvvəlcə bu ağrı məşğul edir. 4 qəbir evi dəyişmiş. Nəhayət sonuncu, 4-cü əbədilikdə rahatlıq tapan ağımsa ağanın ruhu görəsən təsəlli rüyasına qovuşa bildi mi? Və nəhayət ki, haqq bulduğu o bir səda ona əyan oldu mu? Əyan oldu mu ona o yorğun sümüklərə? Hər müstəbdin labüd sonu olduğu kimi haqqın da qalibliyi hökümdür və bu bir zərurətdir. Düşünürəm, oğlu Fərəc Nağıyevi xatirimə gətirirəm. Hərdən bir bizim Təzəpir küçəsindəki evimizə gələrdi. Atam onun hörmətini əziz tutardı. O çox zarafatçıl, yumor ilə danışmağı sevən, mehriban və şən adam idi, realist idi. Həyat keşməkeşlərinə açıq gözlə baxardı. Bir dəfə sürəkli gülüşü içindən möhkəm hönkürmüşdü. Biz bunu görmüşdük. Onda demişdi, atam, indi mən neyləyim? Bax, onda çiyinləri dizlərinə qədər enmişdi, yumağı xatırladırdı. Bu şəkil mənim gözlərimin önündədir. O gedəndən sonra atam dedi, elə bilirsiniz, o adi adamdır, o mötəbər bir kişinin oğludur. O, Satiragit Tiyatrosunun bədii rəhbəri və rejissoru olub. İndi heç kimdir. Özü də komedik rolların ən yaxşı oyuncusu elə özü olub. Görəsən, komedik rolların ifaçısı niyə hönkürmüşdü? Niyə Fərəcəm belə etmişdi? Mənə aydın deyildi. Amma onun tez-tez işləndiyi bu sözü, atam, indi mən neyləyimi, həmin yuvasız kəlmələr mənim qulaqlarımın hələ də sakinidir. Atam soruşmuşdu, Fərəc, nə çox xoşun gəlir sənin atam ifadəsindən? Demişdi ki, atam özü bunu tez-tez işlədərdi. Onda Fərəc Nağıyev belə bir əhvalat nəql etmişdi. Başları qumara qızışıb evlərini satışa qoyan axmaqlardan Ağamusa ağa bu evləri satın alardı. Onun tikililərinin sayı ümumiyyətlə 98-ə çatmışdı. Hə qardeşim, belə işlərə vəsait sərf edən atam bir dəfə lotlar tərəfindən oğurlanarkən ondan istənilən məbləği verməkdən imtina edir. Deyir, atam, öldürsəniz heç yarısını da ala bilməyəcəksiniz. Mən canımdan keçməyə hazıram, pulumu göyə soğurmağa yox. Əlbəttə ki, Ağamusa Nağıyev güclü mesenatıydı. Bakı üzərinə düzdüyü yadigarlarına eyfarik bir sevgi ilə əyilən bu mühüm insan maarifləndirmənin də zərurliyinin dərkində idi. Əbəs deyil ki, onun və digər Azərbaycanlı xeyriyyəçilərin əməyi və pulları sayəsində Bakıda qısa müddət ərzində bütün bir ziyalı nəsli təşəkkül tapdı. Nağıyev real bir məktəbi tikdirir və məktəbdə oxuyan tələbələrin təhsil haqqının ödənilməsini öz üzərinə götürür. Onun fəaliyyəti yalnız bununla məhdudlaşmır. Bəzəkli İsmailiyyə, Rokko və Barokko üslubunda tikdirdiyi en sayda məbədlər, bunlar Bakının qapısındakı dünya üzünə açılan ən gözəl peyzajlardır. Nəqşləri də Azərbaycanımızın. Şükür ki, əski binalar, günəşdə parlayan qoca ornamentlər hələ ki salamat baxır. Hə Dilarə, möhtəşəm babası uğrundakı həlak qız, sən çırpıntılarında ol. Görək bu mənzərə bizə nəyi pışıldayacaq? Budur, o balaca qızdır. Demək ki, 1951-ci il. Bilmirəm, Dilarə xanım, xatırlayırsınız mı bunu? Pirşağı, bizim səs-küysüz, 3 nöqtə. Artıq Xudmani bağımıza
atası ilə birgə gəlmişdir. Niyə 3 nöqtə, niyə Xudmadi Bağ? Çünki həmin hadisələr həmin nəslin də başından keçib və deyək ki, bir zamanlar sahib olduqları hər bir şey 37-ci ildə əllərindən alınıb. O da atası fərəş kimi deyib gülərkən düşüncəlidir. O da dərin kədərlənməyi bacarır. Hündür Meynekoğlu'nun arkasında gizlənmişik. Gizlanmaç oyununda belə dilxordur. Üzüm gilənir, deyir. Mənim babam böyük adam bilirsən, danışma. Səsimizi eşidir, yerimizi bilərlər, bizi tapanlar. Hə də Musa babamın da yerini bildilər, dissindirdilər. Onun yanaqları ot kimi qızarır. Mənim də babam düşməndir. Mən ah çəkirəm, öldürdülər. Sənin baban həkim düşməni idi, mənimki ev tikən. Anam deyir ki, bu hökumətə belə düşmənlər lazım olmadı. Bu diyalog iki qızcığazın 11 və 13 yaş